başım qarışıb sizin bu münasibətlər falan üçün açılım etməyə. Yadımdan çıxıbdı ki, iyul ayının açılımını etməmişəm. Gəlin baxaq, iyul ayı həyatıva nə gətirəcək? Şəxsi həyatla əlaqədar, maddiyyatla, sevgi ilə, sürprizi nə olacaq, fokusu nəyə verməlisən və xəbərdarlıq. Fokus, yəni diqqət, nəyə diqqət verməlisən bu iyul ayında. Gəl baxaq, iyul ayı şəxsi həyatından əlaqədar nə gətirir? Maddiyyatla əlaqədar nə gətirir? Maddiyyat ya iş, sevgi ilə əlaqədar nə gətirir? Sürprizi nə olacaq? Fokusunu nəyə verməlisən və xəbərdarlıq. Bunlara bir dənə tarolarla da poddeşka verəcəyik. Şəxsi həyatına nə gətirəcək? Maddiyyata, sevgiyə, sürprizə, fokusunu və xəbərdarlığını. Hər birinə əlaqədar poddeşka kartlarda. Deməli, baxaq. Şəxsi həyatına əlaqədar iyul ayında həyatında nə gəlir? İyul ayında maksimum bütün emosiyaların, hisslərin, duyğuların aktiv olacaq. Ola bilsin, burada qadınlar izləyirsə, dişil enerjinin maksimum yüksəldiyi bir etapdır. Burada ayla əlaqədar, belə deyim də, rituallar eləyirsinizsə, meditasiyalar eləyirsinizsə, maksimum hisslərinizin oyaq olduğu bir etap gəlir sizin üçün. Bu nə ilə əlaqədar ola bilər? Bu dengesizlik də ola bilər. Məsələn, fikirlərinizdə, duyğularınızda dengesizlik ola bilər. Yəni, oturub fikirləşəcəksiniz ki, bu nə hisslərdir mənə gəlir, bunlar nədir mənə gəlir. Amma bunu doğru yönə işlətsəniz, bu duyğularınızı, hisslərinizi doğru yönə işlətsəniz, çox böyük bir qərarlar verəcəksiniz və bu sizin üçün konkret maddi cəhətdən stabillik yaradacağınız bir dövr ola bilər. Hisslərinizi konkret olaraq duyğularınızı işinizə, maddiyyatınıza yönəltsəniz, iyul ayı sizin üçün çox uğurlu bir ay olacaq. Demək, baxaq, maddiyyatla əlaqədar nə gəlir həyatınıza? Maddiyyatla əlaqədar mübahisəli bir dövr gələ bilər sizlə əlaqədar. Belə deyim də, münaqişələr, təkrarlanan vəziyyətlər, mübahisələr, gərginlik ola bilər işinizlə əlaqədar. Və bu gərginlikdə, belə deyim də, ehtiyatlı olun, maddiyyatla əlaqədar sıxıntılı bir dövrün bitişi gəlir. Sadəcə baxın, iyul ayı mübarizə eləyəcəksiniz və bu sıxıntılı dövrü bitirəcəksiniz. Bu yaxşı bir işarətdir, yəni bu udarlara fikir verməyin. Bu sıxıntılı, gərgin bir dövrdən çıxış olacaq deyir. Yəni, tutaq ki, hardansa, məsələn, maddi vəziyyətin pisdirsə, çalışıb, qazanıb, mübahisə eləyib, uğur qazanacaqsan, işlə əlaqədar yeni bir iş axtarırsınızsa, yeni şanslar yaranacaq sizin üçün. Bu sırf buna işarətdir. Sevgi ilə əlaqədar nə gəlir sizə iyul ayında? Sevgi ilə əlaqədar bir dövrün bitməsi gəlir. Yəni, sevgi ilə əlaqədar toksik olduğunuz bir ilişkinin bitişi və yaxud da ki, təksizsə, tənhalığın bitişi, yeni bir başlanğıc gəlir sizin üçün. Belə bir şey gəlir. Sonlanma gəlir sevgi ilə əlaqədar və uğur qazanacaqsan. Bununla da sənin üçün uğur. Məsələn, bitirə bilmədiyin bir ilişki varsa, iyul ayında tam olaraq netləşəcək. Tutaq ki, çoxdan da xəbər almadığınız bir insan var, askıda qalmış bir münasibətiniz var. Artıq qərar verəcəksən ki, mən bunu istəmirəm, mən bunu bitirəcəm və yeni bir yolun başlanğıcı var. Və yaxud da ki, münasibətlə əlaqədar incilik varsa, küslük varsa, onunla əlaqədar da birləşə biləcək bir dövr gəlir. Yəni, sırf səndən asılı olacaq. Yəni, barışmaq istədiyin insanla bu dövrü bitirib barışacaqsan, bitirmək istədiyin insanla bu dövrü bitirib yeni bir münasibətə başlayacaqsan. Bu gəlir və bu sənin üçün çox uğurlu gəlir bu arada. Negativlər yoxdur bunda. Gəl baxaq, sürpriz nə olacaq? Sənin üçün iyul ayının sürprizi nə olacaq? Sürpriz o olacaq ki, karmik döngüdən çıxacaqsan. Həyatında uzun müddət davam edən karmik bir döngülərin ola bilər. Bu ya sağlamlıqla əlaqədar ola bilər, ya nə bilim, belə deyim də, bu enerji ilə əlaqədar ola bilər ki, yenilənmə bir dövr gəlir sənin üçün, sürpriz olacaq. Belə deyim, maddiyyatla əlaqədar karmik bir problemlərin var idisə, ola bilsin insanlar bəzən, belə deyim də, zatsiklini şeydə olurlar da, atnaşeniyada olurlar. Bu sıxıntını bitirirsən. Sürpriz bu olacaq. Məsələn, burada yenə də maddiyyata yönəlir. Ümumiyyətlə, burada maddiyyat ayı daha çoxdur. Görürəm, iyul ayında maddi mübahisələriniz daha çoxdur. Pulla əlaqədar, işlə əlaqədar. Bu döngüdən çıxırsan və bolluq bərəkətin gətirdiyi bir döngü gəlir sənin üçün. Burada 6-cı hisslərinizi gücləndirən biriləri də var. Burada baxaram ki,
bəlkə də kolleqalarım var. Buradan hər birini salamlayıram. Sizin üçün də yeni bir enerji, yeni bir güc gəlir. Belə deyim, hansısa karmik bir cəzanın bitişi gəlir. Hansısa bir dövrlə əlaqədar, hansısa bir sıxıntılı bir dövrlə əlaqədar bunun bitişi gəlir sizin üçün. Sürpriz bu olacaq. Yeni enerji, yeni güc qazanacaqsınız. Fokusunu nəyə verməlisən? İyul ayında gəl buna da baxaq. Fokusunu, diqqətini nəyə verməlisən? Beynində min cür suallar var. Fokusunu bu sualların cavabını tapmağına verməlisən. Fokusunu, diqqətini. Yəni belə deyim də, bu suallar səni bəlkə də yolundan eləyə bilən bir suallardır. Bəlkə də bu, belə deyim də, bu hisslərinin qarışıq olduğu bir dövr olacaq. Yenə deyirəm, bu birincidə də çıxdı. Çünki o qədər enerjin yüksək olacaq, o qədər hisslərin oyanacaq ki, bəzən çaşqınlıq ola bilər, bəzən çox şeyi araşdırmağa yönələ bilərsən və yolundan qala bilərsən. Sən yolunu davam etməlisən, çox şeyi araşdırma, çox şey araşdırsan yolundan qalacaqsan. Sadəcə hər şeyi axarına buraxmalısan. Fokusun budur. Qarışıq fikirləri, duyğuları kənara qoyub həyatı axarına qoymalısan, axarına buraxmalısan. Xəbərdarlıq nədir? İyul ayından əlaqədar xəbərdarlıq nədir? Xəbərdarlıq bunu izləyən qadındırsa, bu özündən əlaqədardır. Xəbərdarlıq nə demək istəyir? Hazırda özünü belə deyim də çox sıxıntılı bir dövrdə olduğunu düşünürsən. Xəbərdarlıq odur ki, bu dövr bitir. Bunu izləyən kişidirsə, ətrafında olan bir qadınla əlaqədar xəbərdarlıq var. Nə xəbərdarlıqdır? Gəl baxaq, nə xəbərdarlıqdır? Elə bil ki, o qadın biraz kontrolcu bir qadındır. Ehtiyatlı olmalısan o qadınla əlaqədar. Tamam, niyə ehtiyatlı olmalısan? Bunu qadın da izləyə bilər. O da xəbərdarlıq bir qadınla əlaqədardır. Nə üçün ehtiyatlı olmalısan o qadınla əlaqədar? Elə bil ki, o insandan sənə neqativ bir enerji gəlir. Bax, ətrafında bir qadın var, daima hər şeydən deyinir, hər şeydən narazıdır. O qadından sənə neqativ gəlir. O qadınla nə mübahisəyə girməli deyilsən, nə o qadınla belə deyim də dava eləməli deyilsən. Sadəcə olaraq boş buraxmalısan. İyul ayı konkret olaraq tam relaks bir ay olmalıdır sənin üçün. Mübahisələri, kimlərlə, nələrlə mübahisələri kənara atıb tam olaraq özünə yönəlməlisən. Aldım, qəbul etdim, ətrafı baxım üçünsə profildəki nömrə ilə əlaqə